Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Belə bir 3 otaqlı dövlət ipotekasına yararlı daş tikili həyət evi çəkib təqdim edirəm. Belə bir məhəllənin kənarında da Masazırda 6 nömrəli məktəbin düz yanı marşrut yolunun 200 metrliyindədir. Dövlət ipotekasına yararlıdır. Qoşadaşla tikili mərtəbənin yekunda beton kəmər atılıb. Gördüyünüz kimi geniş məhəllənin kənarında yerləşir. Həyətyanı sahəyə də bir maşın sərbəst şəkildə daxil ola bilər. Trapı döşənilib, qaz, su, işıq fasiləsizdir, mərkəz kanalizasiya var. Kombi aparatı burada quraşdırılacaq. Hər iki ev eyni qiymətdən təklif olunur. Evlərin start qiyməti 65 min manatdır. Pəncərələrin reşotkaları quraşdırılıb, yerdən kürsülü evdir. Tam yaşayışlı bir ərazidir. 200 metrliyində metroya gedən marşrutu. Daha sonra deməli Araz marketi bütün növ ictimai yaşayış obyektləri yerləşməkdədir. Gördünüz, bura mətbəx idi, bura yataq otağı, bütün pəncərələrin çərçivələri quraşdırılıb, isitdirmə radiator vasitəsilə təchiz olunur. Xətlərin hər biri çəkilib hazır vəziyyətdədir. Bura evin sanucədir, 4 tərəfdən cüt kubiklə inşa olunur, mərtəbənin yekunda beton kəmər atılıb, keyfiyyətinə söz ola bilməz və alıcılara endirim olunacaq. Burada evin zal hissəsidir, hörmətli izləyicilər, start qiyməti 65 min, Masazır 6 nömrəli məktəbin yanı, real alıcılara endirim olunacaq, ev və torpaq kutusaldır. Sağ olun, hələlik.